haqqında biz bədbinliklə, hər hansı bir hədis barəsində, inanc barəsində gördün, yaxşı. Yaxşı gördün də. Bax bu kənardan. Yəni sən baxsan bu istiqamətdən, sən bu duz görürsən. Bax bir yandan sən bu pes oxuymuş, duz deyilmiş. Həm də qrəyəsə verməyək. Quranda var 6-cı ayədə Hucuratda da İnca'akum fasiqun binəbəin fətəbəyyün. Həm də bu elmdir, qanundur üzr-istəyirəm. Usul elmində oxumuşuq biz tələblərindən bunu. Xəbər vahid deyirlər. Bir nəfərin xəbəri etibarlı deyil. Ayə əsaslanırlar, alimlər, usul alimlər deyirlər ki, bir nəfərin xəbəri xəbər verməyən məsələ barəsində hədisdə hər hansı sözdür. O nəzir insanda adildirsə, hə, adil deyilsə yox, qəbul eləməm. İnca'akum fasiqun. Deyək günahkar binəbəin, İnca'akum fasiqun binəbəin. Yəni fasik sənə bir xəbər verirsə, qəbul edir, yox, fətəbəyyənu, araşdır. Ay çıxıb, oruc varım, mübarək olsun. Kimdir o deyəm? Elm əhlidir, din əhlidir. Nə gündə, nə orada, burada bilinmir də əqidəsi. Bax, bizim zəif yerimiz. Bizdə anlatmanı çox asandır. Niyə? Biz biraz emosiyaya qapanlıq dini adından. Yox. Məsələn, bir nəfər buna soğuq deyilən ki, tələsmir də verməliyə. Biz o adam qoyuruq ki, sən soğuq insansan. Sən kobud insansan. Elə deyil. O istəmir emosiyaya qapansın. Həm də qərəy versin. Məsələn, mən misal vururum, həmişə demişəm, bizdə çoxdur, ümumiyyətlə, dindar, qeyri-dindar. Başqasından da söz çıxartmalı çox asan bizdə. Üzr-istəyirəm hamınızdan. Məsələn, bir maşın gəlir, saxlayıb binanın qabağında, orada xanım düşür, qalxır bloka. Aha, başlıyor söz-söhbət. O, filandır, hə. Bir düşünmür ki, bəlkə bunun bir ərin maşındır, oğlun maşındır, bahçoğlun maşındır. Bir soğuludur, nə bilim, yaxınıdır da ki, bəs evə gedəm, gəl sənə aparım. Hava soğuqdur, istidir, qardır. Niyə biz mənfəyə yozuruq? Birinci sual, həmişə demişəm, niyə mənfəyə yozuruq? 2, burada marağımız nədir? Hər nəticəmizdə, qərarımızda bizim marağımız var. O ki, biz səhv yola getməyək deyə, başqası barəsində səhv düşünməyək, olca bədbinlik, suzən günahdır. Və özümüzə də bir mənfi udar, zərə vurmayaq, özümüzə qapanıb, beynimizi xarab etməyə deyə. Gördüm, səbirlə də bax, araşdır, sorur, dəqiqləşdir. Mümkün elə hədis görürsən ki, hədis çaşdırsın. Ayə görəsən ki, ayə səni çaşdırsın. Hər hansı cümlə görürsən, nöqtənin böyük mənası var. Vergülün böyük mənası var. Cümlə nə demək istəyir? Tərəf mənim söz deyib, WhatsApp-a sənə yazıb WhatsApp-da. Nöqtə vergül qoymayım deyə, sən saf anlayırsan. Sən atır səs. Görürsən ki, o intonasiyasından məlum o ki, bu başqa söz deyib. O ki, tərəfi, həmişə mən demişəm, çalışın ki, danışın səsli. Mümkün yazışanda, o sən anlamazsın. Sən anlamayarsan, düşün dava. Düzdür? Sonra insan olur peşman. Abi zəyləş, ya bir görür ki, məsələn, sən bu yazın nə demək istəyirin burada, mən sən anlamadım. Fikir izah elə, sən mən şərait yardım, sonra mən danışım. Bax, bunların hamısı həm bizim həyatımıza əzizdir, həm də dini sadə xüsusən də bizə lazımdır ki, biz bir şey görəndə həm də emosiyaya qapanmayaq, həm də tez qərar kəsib baltalayıb atmayaq. Yox. Qərar verək, Allah ki, Allah bizə ağıl verib, Allah ki, hamımızın müəyyən sahədə, müəyyən ixtisaslarda savadımız var, təhsilimiz var, Allah ki, hamımızın və bilənlər də var. Onlardan soruşam, məsələn, burada filan bir hədisdə bu nə demək istəyir bu? Hədis etibar deyil. Baxarsan birinci buna. Yaxşı etibarlıdır, keçir, nəsx olub olmayıb. Möhkəm mütəşabihdir, mümüdür xüsusidir, mütləq də müqəyyətdir. Hamısı mərhəl keçəndən sonra hədis nə demək istəyir? Bəzən şiə kitabları adı ilə paylaşırlar müəyyən hədisləri ki, şiənin əleyhinədir. Baxsan şiə kitabına, orada həmin hədis yoxdur. Mənə çox rast gəlib bu. Atmışam kitabı, atmışam canlı eləmişəm video. Bunu qarşı, bax, bu kitabı açdım. Hanı həmin hədis? Cild səhvə, hə, səhvə, hə, ərəbsi idi. Hanı həmin hədis burada? Yoxdur axı burada. Paylaşarın ki, biz bildirməyək tez. Bu bizim zəif yerimizdir. Bax, biz zəif yerimizi göstəririk, müəyyən qüvvələrdə bundan istifadə edirlər. O üçün, bax, biləncə, bizdə ən azı bir dini cəhətdən bizdə birlik yoxdur. Niyə? Çünki bir şey görür, tez yaxşı bilirik. Məsələn,
mən rəhmətli Hadşahın bir şeyini paylaşmışdım ki, rəhmətli Hadşahın belə ona işin şəxsiyyətindən. Məsələn, cəmaət belə söz deyir. Mən cəmaətdən anlamışam orada. Hamı düşür ki, sən hazır kimə əzimdir, canım deyən, bir oxumuş, yenə də bu 31 çarpmış ki, deyənmi, bir tədbirdə olmuş azdan çoxuna. Mən danışım özümüzdən. Ona da eşlən kimi düşünürlər ki, bu ilə düşmənçilik var. Sən tərəfə dinlə də axıra qədər. Gör nə deyir. Allah şahid ondan sonra mənə bir yazıcı təşkildə bəs üzr istəyir, saxlanmışıq, siz bu demirmişsiniz, değil mi? Bəli. Hələ xoş eybi yox. Yəni bizim bu problemimiz bu. Nə olsa tərəf anladı. Amma yenə də insan biraz narahat olur da. Ki biz niyə bax bizə bu zəif yeri var? İstər şəxsi həyatımızda, işimizdə, istər bu dinimizdə. Müəyyən şeyi paylaşan kimi həm dəqiqə şübhəni salmayaq ki, falan hədis var. Kim bunu eləsə falan şey olacaq, eləməyən falan şey olacaq. Yox, elə deyil. Biraz sakit davranaq. Sakit davranırsan, savadla, ağılla, alır çıxarsan, soğuk təbəttli insansan, deyəlim, daş ürəklisən. O soğuluq deyil, o. İnsan axı qərar verəcək. Qərar bunun özünə xeyirdir, ziyandır və cəmaata xeyri ziyandır. Məsələn, məndən sual soruşanda və ya məsələn, mənim məsələ var, filan ki, mənə filan söz dedi, deyəm ki, yaxşı. Deyil, qərar neysə verdim qərar burada. Sən deyirsən, filan kəs barəsində, düzdür hə, mən o dinləmişəm, bəlkə sən səhv deyirsən. Mən o dinləməliyəm ki, qərar verim. Necə tək tərəfli mən qərar verim burada. Hətta mən bu dedim tanrım, bizim dərsimiz var idi. Deməli, Peyğəmbərin həyatı, orada oxumuşuq, Süleyman Peyğəmbər, Davud Peyğəmbər. Davud Peyğəmbər müəyyən məsələ ondan soruşurlar, o düz cavab verir. Onun həyatına kimsə heyvanlar girlər, qoyunlar, malın məhv edirlər filan, düz cavab verir, amma tələsir. Məsələ tərəfdən araşdırmadan cavab verir. Deyir, cavabın düzdür şəri cəhətdən. Amma sən o bunu dinlədinsən, dinləməliyik. Tez qərar verirsə, yox, olmaz, olmaz. Bu qədər Allah elimizi artıq etsin. Allah bizi, həmişə demişəm, İslam dinini bizim şərimizdən qorusun və yolun gözlədiyimiz 12-ci amımızın gəlişini tezləşdirsin. Amin. Allahümmə salli ala Muhammed və ala Muhammed və acil faraca.